Sen orada oynanarla, mən burada ahizarla, Gülgəz beyvəfa yarından çıxıb gəşdə gəzə dağı. Bu zaman səs yetişdi çadırda Qul Abdullah'nın qulağına. Gördü aşina səsidir, çıxdı çadırdan ki, görə kimdir bu dağın damənində belə çalıb oxuyur. Gördü Abbas oturub bir daşın üstündə, Gülgəz də bu taydan təmaşa eləyir. Ən qəribdir ki, Gülgəzi aradan çıxarsın, bu məlun çox bilmişdiğindən bir kəsə demədi ki, qoymazlar. Mən bundan intiqamımı alam, özü tək yollandı Abbasa tərəf. Öz qəlbində deyir ki, əcəb vaxtı gəlib çatıb, qədimki qısasları alam bunun gəlməsin Gülgəz də görür, Abbas da görür. Gülgəz elə bilirdi ki, Abbas görmür, əli ilə işarə elədi ki, evin yıxılsın, qaç, gəlir. Abbas işarə elədi, görürəm, insaf deyil, mən atamın nökərinin qabağından qaçam. Dünyada əzizlərim, karlı adamın qabağından qaçmaq, əlbəttə qaçmaq igidə xətadır, qaçmaq igidə ardır. Amma karlı adamın qabağından qaçmağın eybi yoxdur, əskik bir adamın durasüzür qabağından qaçmaq nəyə lazımdır? Dünyada ömrün çox yaşamağın əhəmmiyyəti elə yoxdur, nəcür yaşamağın əhəmmiyyəti çoxdur. Necə şərəflə yaşamaq, nəcür ola insan yaxşı yaşaya. Dedi, bu mənim atamın bir zaman quluydu, nökəriydi, mən bunun qabağından heç vaxt qaçmaram, yap doğram doğrasa da. Amma Gülgəz beçərə narahat idi, deyirdi, qaç Abbas, işarə eləyirdi, bu məlun səni tutsa səndən o qədimki qısasların alacaq. Qul Abdullah gəlməkdə olsun ki, gəlir Abbasa sarı bir əlində qanlı qılınc götürüb görək Abbas axırı necə deyir. Siz sağ olun inşallah. Sonalar üşüdü gölündən, şəddələri düşüdü belindən. Aman aman, ay aman aman, oy balalayla. Abbas Qaraqul əlindən, Abbas Qaraqul əlindən, qan yaş töküb gəzə, dağı balalayla. Əcəb yaylah məzədə, əcəb yaylah məzədə, qan yaş töküb gəzə, dağı gəzə, dağı. Sonalar uçdu gölündən, şəddələr düşdü belindən. Abbas Qaraqul əlindən qan yaş töküb gəzə dağı. Bəli, söz tamam oldu.